Salam əziz abituriyentlər. Bugün sizinlə mərkəzi koordinat başlanğıcında olan və mərkəzi koordinat başlanğıcından fərqli nöqtəli olan çevrənin tənliyinin qurulması qaydası ilə tanış olaq. Əvvəlcə A nöqtəmizin koordinatlarını x1, y1 şəklində götürək. B nöqtəsinin koordinatları isə x2, y2 olsun. Yadımıza salırıq ki, AB məsafəsi, yəni iki nöqtə arasındakı məsafə bərabərlik kök altında x2 çıxaq x1-in kvadratı üzərinə gəl y2 çıxaq y1-in kvadratı şəklində yazılır. Aldığımız bu düsturu mərkəzi koordinat başlanğıcında olan və mərkəzi koordinat başlanğıcından fərqli nöqtəli olan çevrələr üçün tətbiq edək. Birinci halda OA məsafəsinə R desək, R bərabərdir kök altında x2-miz, yəni x, çıxaq x1-imiz 0 kvadratı üzərinə gəl, y2-miz y, çıxaq 0-ın kvadratı ifadəsini alırıq. Biraz sadələşdirmə aparsaq, kök altında x kvadratı üstə gəl, y kvadratı ifadəsi alınacaq. Hər tərəfi kvadrata yüksəltsək, r kvadratı bərabərdir x kvadratı üstə gəl, y kvadratı ifadəsi alınır. Demək, mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyi r kvadratı bərabərdir x kvadratı plus y kvadratı şəklində olacaq. Eyni qayda ilə mərkəzi koordinat başlanğıcında deyil, mərkəzi AB nöqtəsində olan çevrənin tənliyini yazaq. Burada da eyni şəkildə OA məsafəmiz R-ə bərabərdir. Biz radiusu təyin etsək, R bərabərdir kök altında x2 məsafəmiz x-ə, x1 məsafəmiz isə A-ya bərabərdir. X çıx A-nın kvadratı üzərinə gəl, y2 məsafəmiz y-ə, çıxaq B-nin kvadratı şəklində yazılır. Yenə hər tərəfi kvadrata yüksəltsək, r kvadratı bərabərdir x minus A-nın kvadratı üzərinə gəl, y minus B-nin kvadratı ifadəsini alırıq ki, bu tənlik də mərkəzi koordinat başlanğıcına deyil, hər hansı bir AB nöqtəsində olan çevrənin tənliyidir. Gəlin bu məsələləri daha aydın başa düşmək üçün iki misal üzərində tətbiq edək. Birinci misalımızda A nöqtəsinin koordinatları 4-6 nöqtəsindən keçən və mərkəzi 1-2 nöqtəsində olan çevrənin tənliyini yazın şəklində verilibdir. Gəlin əvvəlcə biz təyin edək ki, bizim radiusumuz nəyə bərabərdir? R məsafəsini təyin etsək, R bərabərdir kök altında x2-miz 4 çıxaq 1-in kvadratı, üstə gəl, y2-miz 6 çıxaq 2-nin kvadratı şəklində yazmalıyıq. Və buradan kök altında 3-ün kvadratı, üstə gəl 4-ün kvadratı, bərabərdir kök altında 25, bərabərdir 5 ifadəsi alınır. Demək, radiusumuz 5-ə bərabərdir. Bilirik ki, mərkəzi 1 və 2 nöqtəsində olan çevrə x çıxaq 1-in kvadratı, üzərinə gəl, y çıxaq 2-nin kvadratı bərabərdir r-in kvadratı, yəni 5-in kvadratı və yaxud da x çıxaq 1-in kvadratı, üzərinə gəl, y çıxaq 2-nin kvadratı bərabərdir 25 şəklində yaza bilərik. İkinci məsələ isə A5-4 nöqtəsindən x kvadratı çıxaq 2x, üstə gəl y kvadrat çıxaq 2y, çıxaq 7 bərabərdir 0 çevrəsinə qədər olan məsafəni tapın deyir. Gəlin şagirdlər, əvvəlcə baxaq ki, bizdə məsələnin şərtində nə tələb olunur? Birinci bunu anlamağa çalışaq. Demək, məsələnin şərtində verilib A5-4 nöqtəsi, yəni bu çevrədən kənarda olan bir nöqtədir. Həmin nöqtədən çevrəyə qədərki məsafə istənilir. Demək, əvvəlcə biz çevrəmizin mərkəzini tapsaq, mərkəzi tapandan sonra mərkəz və kənardakı nöqtə arasındakı məsafəni tapsaq və radiusu həmin məsafədən çıxsaq, məsələnin şərti tamamilə həll olunmuş olacaq. Bunun üçün mərkəzin koordinatlarını tapmaq üçün biz verilən tənliyi x kvadratı çıxaq 2x, üstə gəl y kvadratı çıx 2y, çıxaq 7 bərabərdir 0 tənliyini çevrənin tənliyi halına gətirməliyik. Bunun üçün x kvadratı çıxaq 2x üzərinə gəl 1, üstə gəl y kvadratı çıxaq 2y üzərinə gəl 1. Biz
1 vahid burada, 1 vahid isə burada artırma elədiyimizə görə 2 çıxırıq. Çıx 7 bərabərdir 0. Birinci tənliyimiz, yəni tənliyimizin sol tərəfində x çıxaq 1-in kvadratı, daha sonra y çıxaq 1-in kvadratı, çıxaq 9 bərabərdir 0 alınıb. Demək, x çıxaq 1-in kvadratı, üzərinə gəl, y çıxaq 1-in kvadratı bərabərdir 9-u sağ tərəfə keçirsək, 3-ün kvadratı yaza bilərik. Demək, bizim verilmiş çevrəmizin mərkəzi -1 nöqtəsində yerləşir. Bu zaman OA məsafəsini təyin etsək, OA məsafəmiz bərabərdir. Demək ki, kök altında 5 çıxaq 1-in kvadratı, üzərinə gəl, 4 çıxaq 1-in kvadratı yazsaq, burada hesablamanı aparsaq, kök altında 4-ün kvadratı üstə gəl 3-ün kvadratı bərabərdir. Kök altında 25 bərabərdir 5 cavabı alınır. Demək, bizdən istənilir A nöqtəsindən çevrəyə qədərki məsafə. Gördüyümüz kimi, mavi hissə D məsafəsindən radiusu çıxmaqla alınır. Demək, axtarılan məsafəyə hər hansı bir x desək, x bərabərdir D çıxaq R yaza bilərik. Buradan x bərabərdir. D məsafəmizin 5-ə bərabər olduğu alınıb 5. Radiusun isə 3-ə bərabər olduğunu tapmışıq. 5 çıxaq 3, 2. Demək, A nöqtəsindən çevrəyə qədərki məsafəmiz 2-yə bərabərdir.